Ali Məhkəmədə Abşeron rayonunda qadını qətlə yetirməkdə təqsirləndirilən Seymur Məmmədov və Nurlan Bağırovun kassasiya şikayətinə baxılıb. Məhkəmə iclasında elan olunub ki, şikayət geri götürülüb. Beləliklə onlar növbəti dəfə kassasiya şikayətlərindən imtina ediblər. Hadisə 2024-cü il yanvarın 10-da Fatmay qəsəbəsində baş verib. Yol kənarında üzərində zorakılıq əlamətləri olan qadın meyidi tapılıb. Qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib. İstintaqla məlum olub ki, təqsirləndirilən şəxslər qadınla Nizami rayonundakı kafelerin birində görüşüb. Aralarında yaranan mübahisə zamanı onu avtomobildə qətlə yetiriblər. Daha sonra meyidi Fatmaya ərazisinə apararaq atıblar. Onların hər biri əvvəllər məhkum olunub və cəza çəkmə müəssisəsində tanış olublar. Nurlan Bağırov hadisədən sonra ölkədən qaçsa da Interpol xətti ilə Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər ikisi 18 il azadlıqdan məhrum edilib. Apellyasiya mərhələsində Nurlan Bağırovun cəzası 17 il 10 aya endirilib. Daha əvvəl də onlar kassasiya şikayətlərini geri götürmüşdülər.